Hüseynov Səlim Əhmədağoğlu. Özüm birinci Qarabağ müharibə veteranıyım. Mən 80-cı ildə bu kəndə köçəndə sağ olsun, kolxozumuz bizə ev tikdi, verdi, dövlətimiz ev verdi. Yəni pulumuzla aldıq. O vaxtı qaz çəkdirdim. Cəmi bir yay günü qazı yandırdım. 90-cı illər yaxınlarda az olurdu məncə, yadımdan çıxıb qoyublar. Ondan sonra bu kətdə qaz yoxa çıxdı. Yəni yox oldu, elə bir ki olmayıb bu kətdə qaz. İndi də bax qış gəlir. Vallahi mən dedim, mənim ailəm, uşağım yoxdur burada. Şəxsən burada yaşamır. Bu kətdən də cəmaət köçüb gedəcək. Yavaş və tədriclə yaşamaq mümkün deyil. Odun yox, oduna yaxın tutursan tuturlar. Qaza gedirsə qaz yox. Qaz doldurmağa, isitmək olmur onların evləri. Mənim şəxsəm, ailəm, uşağım burada yaşamır. Mən tək dana yaşayırım, xəstə adam evdə. İmkanım yoxdur. Gidib balta vurub odun doğramağa da imkanım yoxdur. Odun almağa da imkanım yoxdur. Elə qaz almağa da imkanım yoxdur. Nə də işığa pul satdırmaq olur. Bunu bilirsiniz. Hal-hazırda bu qaz yoxdur. Mesela evin neyine istiyorsun? Heç bir şeyini. Vallahi mən heç bir şeyini. Evdə arva uşaq yorğan döşək, bu hamısını atıram üstüne. Odun da yoxdur. Odun almaq olmur. Hardan gidib alasın? Nə ilə alasın? İş yox, işləyəsən. Meşəyə girirsən, icazə yox. Təbiəti də korlamaq olmaz. Yəni belədir. Bizim yaşayımız harada çox iflic vəziyyətindədir bu kətdə. 1 kilometrdən qaz keçir, qaz yox. Solumuzdan qaz keçir, bizdə qaz yox. Bunun səbəbini şəxsən mən bilmirəm. Şəxsən mən bilmirəm ki, bu qaz nəyə görə bu kəndə verilmir. Səbəbi nədir? Ola bilsin biz dövlətin vətəndaşı deyilik. Biz də bu dövlətin vətəndaşıyıq. Biz də can qoymuşuq müharibəsində, işində. Uşaq yaşlarımdan mən dövlətdə çalışmışam. Kolxozda çalışmışam. Yolumuzdur, yolumuzu çəkmə. Bir hal-hazırda mən evimə palçıqla gedib gəlirəm. Nəyə görə bütün yeri çəkdi? Bizim bu əsas çəkilən yolu çəkmədilər. Bunun səbəbi nədir? Deyirlər ki, səbəbi nədir? Deyirlər yol ensizdir, ensizdir. Qanunsuz torpağa girənlərin torpağın damındaşını söksək. Hər şey qanunla deyil. Sök icazəsiz yola çıxan adamın yolu, damın. Sök orada mənim yolumu da verdi. Mən də bu dövlətə verdim. Mən də az yaşımdan işləməmişəm. Körpə yaşlarımdan çalışmışam. Vallahi mən deyəcəyim bu qədər. Ancaq olsa... Yoxdur, ümid edirəm. Orada qaz var, bu ona qaçmadan. Qaz yoxdur, balon qazı işlədirik. O da ki, bilirsiniz də neçədir. Çatdırmaq mümkün deyil də. Elə vaxt olur ki, təsəvvür edin, səhər gün orta, axşam, yemək vaxtıdır da, 11-in ya 2-sin çay qoymağa saxır şeyini hesabıq. Çox çətindir vəziyyətimiz. Uşaqlar da varsa, balaları var da. Allah değil. Mən də bu kəndini vətəndaşı kimi, nə onlar indi şəhid anaları rəhmətə gedir. Ağay Mir İslam Mirişoğlu. Qardaşbəyli sakiniyim, Qardaşbəylidə yaşayırıq. Bu evlə bu millət yığılıb bura. Heç birisi hamı qazdan danışır. Qazımız yoxdur bizim. Neçə illərdir. Odun yarmaqdan daim ölür, belimin ağrısından ölmüşəm. Adım Mir Şərifdir. Əzizov Mir Şərif Mir Teyyub ağanın oğluyam mən. Bütün bu əhalinin çoxu da bizi tanıyır. Bizim bir dənə böyük dərdimiz qazdır. Qaz olsa balalarımız da məktəbin yaxşı oxuyar, öydə rahat yatar, rahat gedər. Ancaq bir dənə xahiş edirəm ki, bütün təşkilatlardan bizə bu qaz versinlər, bizim də bu əhali qazla dolansın, qış ayında əziyyət çəkməyək. Başqa nə ehtiyacımız var ki? Bəs nədən istifadə edirsiniz? İndi odun peç qoymuşuq, o da yanmayanda gərək onun külün çıxart, o vursun, bu vursun.
Əziyyəti hamısı üstümüzdədir. Zulm çəkirik də. Bizim də burada bundan ağır şey ola bilməz. İndi də hava xoşdur. Səhərində qar qoyanda qalacam belə də. Qar qoydu, külək oldu, yağış yağdı. Uşaq da üşüyəcək, bir özümüz də üşüyəcək. Balaca oxuyanlardır, məktəb oxuyurlar. Babadır, üşüyürəm deyir. Nağarım, nətər eləyim daha. Buyur. Özü təqdim eləyin. Hacı Miraslan Ağayev. Bizim kənddə 220-dən çox ev var. 1224 nəfər əhalisi var kəndin. Hər şeylə təmin olunub. Vaxtımızda qaz da olub. Amma bir gün isə demək hər şey var. Yolu, işığı, telefonu. Ancaq qaz yoxdur. Bizə də dəfələrlə müraciət olunub, deyilib, söz veriblər. Başla. Bax, sağ olsunlar. Bu uşaqlar gəlib kömək edirlər. Həyətdə ağac qalmır. Həyətdə ağaclarını da kəsib yap. Allah gaz yaşar. Balon gaz yardım bana. Allah bu cennete.